ki, yox, mənə çətindir, nə bilim, hava istidir. Yayda deyir, hava istidir. Qışda deyir, çox soyuqdur, işimlə düz gəlmir. Gələcək, ey Allahın qulu, gələcək. Sən tut, müvəffəq ol buna. Gör, Rəbbin sənə necə asanlaşdırır. Bəli, deməli, nafilə namazlarını qılmaq, orucu çoxaldır. Deməli, bu əlamət səndə varsa, bəli, deməli, bu Allah səni sevir əlamətindən biridir. Allah səni sevir. Ondan sonra bir əlamətlərdən biri də biz insanıq da, nə olursa olsun, nə qədər danışırıq, danışaq, biz xətakarıq, xətalar edirik. Xəta etdikdə tövbə etmək. Yəni, səhv etdikdə həmən səhvini başa düşüb özünü düzəltmək. Kimdə bu xasiyyət varsa, bax, o adam bilsin ki, sənin həmən ayıldan Allahdır. Sən xətaya düşən kimi dedin ki, Subhanallah, bu nə idi mən etdim? Niyə mən bu sözü danışdım? Və yaxud da ki, niyə bu şeyi içdim? Niyə bu şeyi çəkdim? Hər hansı bir harama düşmüsənsə, ey Allahın qulu, sən bilginən ki, günahların ən böyüyü Allaha şərik qoşmaqdır. Düzdür, bu bəzi cahillərə başqa cür gəlir. O düşünür ki, başqasına nə edib? Gedib ocaqda nəzir qoyub da, kiminsə namusuna sataşmayıb ki. Sən bilginən ki, o Allahın namusuna sataşıb. Əgər Allaha şərik qoşubsa, Allahın namusuna sataşıb. Bizim namusumuz daha önəmlidir, Allahın namusu. Deməli, ən böyük günah şirkdir. Əgər sənin Rəbbin, sənin etdiyin şirki sənə bağışlayırsa, daha başqalarına nə qaldı ki? Deməli, səni bağışlayacaq. Səhvə düşmüsənsə, davam eləmə. Mən daha, misal üçün, şərab içdim, ya uyuşturucu qəbul etdim, daha düşmüşəm bu bəlaya, daha getdi məndə axıra qədər, daha Allah mənə bağışlamaz, demə. İnnallaha yuhibbut təvvəbin. Allah tövbə edənləri sevir. Özə təvvəbin deyir, çox-çox tövbə edənləri deməkdir. Deməli, tövbə bir dəfə olmur. Çünki biz heç vaxt ola bilməz bir səhv ilə düzələk. Biz düzəlmirik. Biz onlarla səhv edirik. Amma kim səhvini anlayır və özünü düzəltir və buna cəhd edirsə, bu Allahın sevgi əlamətidir ki, sənə verib. Çünki bilirsən, insanların nə qədəri günaha düşdüksə biraz da irəli gedir. Günaha düşüb, tövbə etməkdən, o günahın biraz başqa növünü axtarır.